Salam, videomuza xoş geldiniz. Bugünkü videomuzda hələ indiyə qədər demək olar ki, həlli olmamış, sadəcə işte bu kanalda, bu videoda həll ediləcək o sualdır. Tək-tək gedən və sonsuza qədər uzanan bu seriyanın nəticəsi nə olmalı? Yəni klassik anlamda bu düzənlənmiş deyirik biz buna riyaziyyat. Düzənlənmiş toplama formuludur bu. İndi bunu necə həll edəcəyimiz zaten əvvəlcədən -1/12 videomuzda, yəni Ramanujan seriyasında göstərmişdim, amma bütün ki oradan Ramanujan seriyası tapmaq üçün başqa bir yoldan istifadə etmişdim. İndi o yoldan çıxan bir nəticə var idi, indi onu deyəcəm. Amma bunu yazmadan öncə yine Ramanujan seriyasını burada kısaca həmin düsturu çıxaracağım. Yəni əgər izləmək istəyirsinizsə daha doğru şəkildə bundan əvvəlki videomuza baxa bilərsiniz. İndi burada nə etmişdim, indi ona birinci fikir vermək lazımdır. Birinci bir götürmüşdüm ki, toplam simvolu sıfırdan sonsuza -1 üstündə n, x üstündə n, x'in bir qiymətində 1/2'dir. Bu qəşəng anladıq burasını. Buna deyim ki, B1. İndi B1'i tapmaq üçün, B1'in üstündə B2 də deyəcəm burada. B2 adlandırdığım 1 minus 2 minus 3 minus 4 minus nöqtə. Gələ bir adlandırma para, aşağıdan da B1 yazdım təzədən. B1 də 1 minus x'in bir qiymətində. Minus 1 minus 1 minus 1. İkisinin toplanması B1 plus B2. İlk hədləri topladık. 2, buradan 3, buradan 4, buradan -5, sonra plus nöqtə. Şimdi bu seriyanı bir şey versək, baxın 2, 3, 4, 5 bir yanda buna oxşur ama bir fərq var. Nədir? 1 minus 2 plus 3 minus 4 plus nöqtə. Gördüyünüz kimi eyni şey yuxarıdakı bu B2'nin. Bu şəkildə bundan çıxardım. Yəni 1 minus deyəndə eyni şey zaten. Mənfi vurduğumuz anda içərisi dəyişir, birdən də bir çıxanda 0, yəni yine bu şəkildə düşünmüş olacaq. Yəni bir fərq yoxdur. Bu da oldu B2. Yəni cavabımız 1 minus B2'ye bərabər olmalı. İndi bu həll etdi zaten adi bir hesab olmalı. B1 bilinir, B2 bilinir. B2'ni tapmaq üçün nə etmək lazımdır? Kənarda hesablayıb B1'i bayına attım, B2'ni bayına keçirdim. 2 dənə B2, 1 minus B1, B1 də 1/2 olduğundan 1/2 edir və B2'miz 1/4. Bu yeni bir yanaşma idi hesablamadan. Belə yanaşma yox idi əslində, fərqli bir şəkil deyil. Və burasında görmüşəm. İndi keçək digər seriyanı tapmağa. Nə idi? Ramanujan seriyasını atdıq. Şimdi baxın. İndi B3 deyəcəm Ramanujan seriyasında. B3 bərabər 1 plus 2 plus 3 plus 4 plus nöqtə. Eyni şəkildə B2 seriyası da bu seriya olmuş olacaq. Yəni 1 minus 2 plus 3, 1 minus 2 plus 3 hamısını altı tezdən çalışın. Topladıq. B2 plus B3 artıq B2 bilinir. B2 bilinir. Topladım. Bu ikisinin toplanması 2, toplanması 0, toplanması 6, toplanması 0. Yine bir gələcək 10, bir gələcək 14. Nəticədə 1 alır. Nöqtə bərabər. Buradan da 2'yi vurulsun. Eyni şəkildə 1 plus 3 plus 5 plus 7 plus nöqtə. Yəni gördüyünüz B2 seriyaya bərabər olmuş. Bura B1 olmuş oldu. Yəni B2 plus B3 eyni şəkildə bu şəkildə yazdım. Deməli 2 dənə B1 bərabər B2 plus B3. B1 bərabər B2 plus B3 bölünsün ki, eğer bir Ramanujan seriyasını bilmirsə, deyək bilmirik, nəzərə aldıq ki bilmirik. Onda buradan B3'ü tapaq, yəni Ramanujan seriyasını tapaq. Sonra yoldan bu cavabı tapaq. Yəni nə edə bilərik bu tapmaq üçün? Buradan deyək ki, burada qalsın, buradan da bağlı. Aha. Ramanujan seriyasını tapmaq üçün ikinci bir yöntem. B2 dediğim şey 1 B2. 1 minus 2, minus 3, minus 4, minus 5, minus 6, minus 7, minus 8 uzattım ki daha yaxşı olsun. Bərabərdir. Pluslar bir tərəfə var. 1, 3, 5, 7, 9, plus nöqtə. Çıxansın 2 olsun. Burada 2, 4, 6, 2 çıxanda 1 minus 1 plus 2, plus 3, plus nöqtə. Bu nəyə çevrilmiş oldu? B3'ə. B3 neydi? Ramanujan seriyası. Deməli 2 dənə Ramanujan seriyasını çıxırıq B3'dən. Deməli neymiş? B-n çıxılsın 2 dənə B3. Oraya biraz səhv demiş olar. B-n'dən çıxılsın 2 dənə B3. Eyni şəkildə B2'yə bərabərdir. Mən eyni şəkildə buradan baxanda 2 dənə B3'ü tapmış olduq da bu tərəfdən. Eyni şəkildə burada da 2 dənə B-n var orada. B-ni tapıb bərabərləşdirə bilən cavabları. Onda B-n bərabər 2 dənə B3 plus B2. Şəkildə gətirib bunun yerinə yazsam, bərabər 2 dənə B3 plus B2. Baxın, buna baxmayıb da, bu ikisini bərabərləşdirib B3 tapa bilərəm. Niyə? Bu bilinir, B2'lər bilinir, B3 bilinmir. Onun sonra -3 dənə B2
3, yəni həll edə bilərsiniz özünüz də burada. B2-yə bərabərdir. Buradan da B3-ümüz bərabər mənfi B1 bölü B2 bölü 3, B2 də 1 bölü 4'tür. Yəni cavab 1 bölü 12. Aha, bu cavab tapdıq. İndi tapdığımız üçün artıq bunu B-yə cavab verəm buradan da. B-yə də bərabərdir. İkisindən birini də yaza bilərəm. Buradan B2 1 bölü 4'tür. Çıxılsın B3'dəki mənfi. Bir orta çıxılsın yazdım. Bölünsün də aşağıda 2. Bunun o toplam seriyanın cavabı nədir? Bunları hesablayalım. Aşağıda 2. 12'ye gəlir ortaq məxəc. 3, 2. Bu da 1 bölü 12. Deməli, bu B-nin seriyasının cavabı, toplamı seriyanın cavabı 1 bölü 12. Yəni demişəm, bu klassik deyəndə kitablarda və bədii literatürdə belə bir şey yoxdur. Yəni bu toplamın cavabı ilk dəfə bu kanalda izah olunub. Eğer böyle video görmək istəyirsiniz kanalda, kanala abunə olub, like etməyi unutmayın. Sağ olun.